Penisilinin kəşfi elm tarixinin ən möhtəşəm təsadüflərindən biridir. 1928-ci ildə Alexander Fleming laboratoriyasına qaydanda Petri qabında qəribə bir şey gördü. Bakteriyalar qabın hər yerinə yayılmışdı. Amma ortada kiçik bir zona tam təmiz qalmışdı. Sanki görünməz bir qüvvə mikrobları yemişdi. Fleming anladı ki, bu sehirli təsirin səbəbi penisilium adlı adi bir kifdir. Məhz o anda tibbin taleyi dəyişdi. Kifin istehsal etdiyi maddə penisilin bakteriyaları məhv edir, amma insan hüceyrələrinə toxunmurdu. Bu, ilk möcüzə dərman oldu və bəşəriyyəti ölümcül infeksiyalardan xilas edən antibiotik erasını başlatdı. Bu təsadüfi kəşf sayəsində öldürücü pnevmoniya, sepsis və dəri infeksiyaları kimi xəstəliklər bugün sadə bir müalicəyə çevrilib. Elm bəzən belə işləyir. Böyük inqilablar kiçik, gözlənilməz müşahidələrlə başlayır.